Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizlərə çox gözəl, möhtəşəm, qəşəng bir sərgəl həyət evimizin çəkilişinə gəlmişik. Haradayıq? Düz Binə qəsəbəsi. Deməli, Məxməri çay evindən aşağı düşəndə asfalt yolun üzərində yerləşən mükəmməl bir həyət evi. Bağ bağçası var dostlar. Həyətinə maşın girər. İstəsəz bu darvaza da aça bilərsiniz. Burada yeri var, maşın da salmaq olar. Gözəl həyətində bağı var. Evimiz mükəmməldir. Qiyməti də 56.000 Azərbaycan manatına. Real alıcıya cüzi indirim olunacaq. Dostlar, evimizin hər şəraiti var. Bağı, baxda, lavrorasına bax. O keçən səfər bir lavrora dərdiyi, o lavrora dəlidir. Lavrora budur. Baxın. Ha, bu lavroradır. Bu lavroradır. Yani mükəmməl. Belə eləyirsən, başına. Oy, dərman. Gördünüz dostlar. Deməli, evimizin burada əldamısı var. Gördüyünüz kimi. Orada kombisi, zaten hər şəraiti mövcuddur. Dostlar, 56.000'ə məncə havaydı. Gəl, al. Gez yaşa, hər şey var. Bu arada Aşıl xanım da görək nə deyir. Hələ evimizin bağası da var. Baxın Rövşən bəy. Gözlə göstərək. İşçilər qaplarında. Yox, işçilərdən qırıq. Ne deyirsən? Üstümə gərə bu. Aa, balası da var ya, ona görə. Deyə buna bax, balası da var. Balasını qorumaq üçün. Bax hələ. Aa. Nə istəyirsən məndən? Bu nə bu, nə bu, nə? Allah. Bu da var, indi bu tərəfə keçəcəm. Dostlar, baxın. Ayağıma çıxır. O da balanın nə olduğunu bilir. Bu da balasıdır. Hı? Dedim, o da balanın nə olduğunu bilir. Balona şey. Bəs necə? Əlbəttə ki, bala. Luboy yaradılmışların hamısında insandan başqa hamısı övladı, balanı bilir. Meyvələrə baxın dostlar. Gözəl meyvələr var. İnsandan başqa? Bəli, insandan başqa. Çünki bəzi insanlarda hamını şamil eləmirəm. Şamil eləmir. Bəzilərindən başqa. Bu dəqiqənin özündə valla o qədər YouTube'da, TikTok'da insanlar görürəm ki, aparırlar, atırlar zibilliyə, yetimxanaya, nə bilim axı, xüsusi yerlərə. Ya Allah deyək. Adam elə şey eləyər. Ay Allah, ona bax, balası ilə oynayır. Bala ilə oynayır, baxın dostlar. Möcüzəyə şahid olun. Baxın. Baxın. Möcüzəyə şahid olun. Dostlar, baxın. Aha, balası anasını yerə yıkmağa çalışır. Baxın. Allah'ım. Bizimki daha zoografiyaka oldu. Daha bizimki şey olmadı. Ev çəkilişi olmadı. Dostlar. Ama maraqlıdır da, yani qəşəngdir. Ayşə xanım, sözün müştərilərimizə. Sözüm odur ki, həqiqətən də fürsətdir. Bağlı, bağçalı, möhtəşəm bir evdir. Qaçırmasın. Ana varla kırdılar ha onlar oralara. Şakka şak. Buyurun Rövşən bəy, keçin. Tamam, başlayaq değerli dostlar, değerli izleyiciler. Vaxt itirməyək. İnşallah evimizin qiyməti də münasibdir. Həyəti bacası səliqəlidir gördüyünüz kimi. Burada su çəni var. Artizan suyu var. Evin ön görüşünü görürsünüz. Şəxsi tikili evdir. Bağlı bağçalıdır. Həyətində buradan darvaza açmaq olar değerli izleyiciler. Məhlə. Bax padvalını göstəreyim. Padval betonlanıb. Quru padvaldır. Baxın, mebellərə qədər padvalda yığılıbdır değerli izleyiciler. Məhləsi asfalt məhlədir. Baxın. Küçə asfalt küçə. Baxın hələ. Qapının ağzına kimi gülü, çiçəyi, hər şey var. Dostlar, evimizin mağazininə qədər var. Hər şey hazır bir vəziyyətdə. Qiyməti də su qiymətində. Ucuz. Real alıcılar buyursunlar, gəlsinlər. Girişdə bax belə bir koridordur. Ev çöldən də kürsülüdür, içərdən də. Girdim belə bir koridor. Səliqəli. Ev qəşəng oturulmuş evdir. Bağat evdir. Dədə babadan olanlar. Billo. Dostlar, bax girdim belə bir mətbəximiz. Geniş, iri mətbəx. Qonaq yola sal. Otur. Ye, iç, dur. Buradan belə bir mağazinimiz, dükan. Bax, qapısı da var o tərəfə. Baxın. Belə bir dükan. Hazırda çaydan tutmuş palpaltara kimi barbanca hər şey satırlar. Qəşəng dükan.
İstəyirsən otaq elə. Mətbəx də böyükdür ha dostlar. Geniş iri mətbəxdir. Keçək otaqlara. Keçməmişdən əvvəl bura baxaq. Bura bizim bir sanitar qovşağımızdır. İşıqlarını yandırım. Aha. Bura bizim bir sanitar qovşağımızdır. Burada bizim ayaq yolumuzdur. Gördüyünüz kimi. Burada ayaq yoludur. Bir dənə buranın kafelmetli algı var. Qalan hamısı var. Like, beğeni, abone. Dostlar, keçək evimizin zalına inşallah. Burada evimizin zalıdır dostlar. Qəşəng auralı, super. Qəşəng bir zaldır dostlar. Allah alana da, satana da xeyir versin. Körpə səsi gəlsin evdən inşallah. Bir dənə o qlavoya baxın hələ. Qəşəng ev. Səliqəli oturulmuş, şəxsi tikili. Məncə bu evi əldən qaçırmayın. Bura evimizin yataq otağı. Gördüyünüz kimi dostlar, qəşəng. İstənilən mebelləri rahat bir formada yığa bilərsiniz. Sonra keçirəm evin digər yataq otağına. Bura digər yataq otağı. Gördüyünüz kimi dostlar, qəşəng, geniş, iri yataq otağıdır, səliqəlidir. Pəncərələrdən öz həyatına baxır. Bayaq tısbaq oynatdığımız yerlərdir. Baxın dostlar, hər şey qaydasında. Üst apşıpqa. Bu tərəf üst apşıpqa. Səliqəli möhtəşəm ev. Real alıcılar. Ətraflı məlumat üçün səhifədə əlaqə nömrələri var. Kanalımızı bəyənənlər, abunə olub dəstək olanlar üçün qiymətdə də endirim olunacaq. Plus, belə deyim da, sizlərə böyük bir sürprizim də olacaq. And ol Allaha deyirəm, elə bir sürpriz eləyəcəm ki, heç kim eləmədiyi kimi. Gözəl ev axtaranlar tələssinlər. Allah hər kəsin xeyrini versin. Məncə belə bir ev əldən qaçmaz. Düşərli evdir, ruzulu evdir. Hal-hazırda təcili satılır. Amma təcili satılır. Ha, real alıcılar qoysunlar. 70 min demir, 75 min demir. Qiymət 56 min. 65 mindən endirim eləyibdir belə bir evə. Təcili buyurun inşallah. Zəncilən gəlin götürün. Bağ, bağçalı, qəşəng tisbağalı bir evdir. Oradakı su bakı da dostlar, bax deyirəm. Ətrafdakı qolum, qonşu hamısı yaşayışdır. Səliqəli asfalt yolun üstündə göstərdiyim kimi hər şey gördüyüz. Qiymət 56 min. Gəl apar. Hər şeydə var. Tisbağası da var. Da nə istəyirsiniz dostlar? Baxın. Adam gedir üstünə qaçır. Gəlin görək elə bir dəmrə. Ya bax. Buna bax. Nə qoysan nə? Səliqəli ev. İnşallah kim alsa Allah xeyrin versin dostlar. Gəlin. Mükəmməl evimiz.